Salam hörmətli şagirdlər. Bugünkü mövzumuz Azərbaycan iqtisadi həyatı 13-14-cü əsrlərdədir. Təbii ki, əsrlərdən artıq görmək olar ki, bu dövr Azərbaycanda Monqol ağalığı dövrüdür və bu dövrün əsas xüsusiyyətlərini sizin nəzərinizə çatdırmaq istərdim. Azərbaycana Monqolların üst yürüşündən sonra Azərbaycan Monqollar tərəfindən işğal olundu və Hülaçilər dövlətinin, Elxanilər dövlətinin tərkibinə qatıldı. Ümumiyyətlə, iki Monqol işğalından sonra baxdıqda xüsusilə də kənd təsərrüfatına böyük bir mənfi təsir göstərməsini görmək olar. İctimai-iqtisadi həyata mənfi təsir göstərdi, mədəni inkişafa mənfi təsir göstərdi, ölkədə feodal pərakəndəlik daha da artdı. Monqollar bir köçəri həyat keçirdikləri üçün onlar əkinçilik sahəsində, xüsusilə süni suvarma sisteminə Azərbaycanda böyük bir zərbələr vurmuşlar. Hülaçilər Azərbaycanda bir neçə şəhərlərin inkişafında xüsusilə böyük bir rol oynamışlar. Onların dövründə bir neçə yeni şəhərlər də meydana gəlmişdir. Monqolların Muğan qurultayı xüsusilə həyatda qaldı. Bu Monqolların ikinci yürüşündən sonraki dövrə təsadüf edirdi və Cənubi Qafqaz 110 Monqol rayonu arasında bölüşdürülmüşdü. Mənbələrdə hətta böyle bir fakt göstərilir ki, Şəmkir bölgəsi Moğol rayonuna verilmişdir. 1239-1256-cı illərdə Monqol canişinliyi dövründə Azərbaycana vurulan zərərlər. Bu, yəni gördüyünüz dövr Hülaçilər dövlətinə qədərki bir dövrdür. Şəhər və qalalar dağıdıldı, əhalinin çox hissəsi qırıldı, sağ qalanlar qula çevrildi, sənətkarlar qara qoruma aparıldı, sənətkarların qul halına düşməsi və orduya cəlb edilməsi təsərrüfatın və sənətkarlığın inkişafına mənfi təsir verdi. Təsərrüfatda qul əməyinin istifadə edilməsi iqtisadi tənəzzülə gətirdi. Məhsullar qüvvələrə zərbə vuruldu. 1256-1357-ci illərdə Azərbaycan Hülaçilər dövlətinin tərkibinə qatıldı. Və artıq bu dövrdə, yəni Hülaçı xanın, Abaqa xanın dövründə mərkəzi hakimiyyət xeyli güclənir. Və təbii ki, bu da öz növbəsində təsərrüfatda özünü göstərir, təsərrüfatda müəyyən bir inkişaf prosesi baş verir. Ümumiyyətlə, Elxanilərin iqtisadi siyasətinin əsasını, yəni bu siyasət xüsusilə deyim, Hülaçı xandan hətta qabaq, yəni Monqol canişinliyi dövründən, yəni 1239-cu illərin düz Qazan xana qədər ki, dövr belə olmuşdur. Yerli feodalları hər vasitə ilə torpaq sahibliyindən məhrum etmək və rəiyyətin amansız istismarına. Məhz bu şəkildə onlar əsas gəlirlərini əldə edirdilər. Bu siyasət il baxımından 1239-1295-ci illərə qədər, yəni və Monqol canişini, yəni ilk Monqol canişini Arqun ağanın dövründən Qazan xanın hakimiyyətinə gəlməsinə qədər ki, dövrə kimi davam etmişdir. Və bu sahədə, bu nəticədə bir çox yerli feodallar torpaq mülkiyyətindən məhrum edilmişdir. Monqol ağalığı dövründə Azərbaycanda yeni torpaq mülkiyyət növləri, yeni vergi mükəlləfətlər meydana gəlmiş. Əvvəlkilər saxlanmaqla, bəziləri də yeniləri meydana gəlmiş. Məsələn, torpaq İncu, bu Monqol xan və xan ailəsinə məxsus torpaqlar deyilirdi. Bildiyiniz kimi Azərbaycanda bu da adında müəyyən bir dəyişiklik olmuş. Əvvəllər çünki bu formada bir torpaq mülkiyyət növünü biz sizdən görmüşdük. Yəni xalisə və ya xassə, orada eyni ilə hökmdar və onun ailəsinə məxsus torpaqlar idi. Dövlət torpaqları divan olduğu kimi burada da var. Yeni vergilər Monqol ağalığı dövründə Qopçur vergisi demək istərdim. Qopçur və Tamığa. Qopçur vergisi əvvəllər bunu maldarlar ödəyirdi, yəni bir otlaq vergisi idi. Lakin az sonra Qopçur vergisi can vergisinə çevrilir və bunu əkinçilər də ödəməli olurdular. Bu, Azərbaycan tarixində əvvəlki can vergilərinə bənzəyir. Məsəl üçün, Ərəb ağalığı dövründə cizyə, Sasani ağalığı dövründə isə gezitə bənzətmək olardı. Tamığa vergisi isə Azərbaycanda yeni bir vergi kimi Monqollar tətbiq etdi. Bu vergini sənətkarlar və tacirlər ödəyirdilər. Burada hər bir anlayış haqqında
onun mənası bir daha açıqlanır və buradan da baxaraq daha yaxşı yadda saxlamaq mümkündür. Elxanilər dövlətinin iqtisadi və siyasi böhrana düşməsinin səbəbi, yəni ümumiyyətlə Elxani dövləti biliyoruz kimi ümumiyyətlə əvvəldən, yəni Hülaçı və Əbuqar xandan sonra bu dövlətdə zəifləmə müşahidə olunurdu. Sadəcə Qazan xan həyata keçirdiyi islahatlar bu dövləti nisbətən dağılmasının qarşısını almışdı. Lakin ümumiyyətlə bu dövlətin başdan ayağa demək olar ki, iqtisadi və siyasi böhran içərisində var. Bunun bir neçə səbəbləri var. Vergi mükəlləfiyyətlər həddindən artıq çox idi, 40-dan çox idi. Eyni vergilər təkrar toplanırdı. Vergilərin toplanmasında özbaşınalıqlar, vergilərin müqayisəyə, yəni icarəyə verilməsi burada geniş fəaliyyət göstərirdi. Rəiyyətin zorakılıqla bir ara göndərilməsi məsələsi də burada var idi. Monqol xanı Keyxatu xan, yəni Hülaçu xanı təsərrüfatda, iqtisadiyyatda baş verən tənəzzül xəzinənin boşalmasına gətirib çıxartmışdı və Keyxatu xan xəzinənin boşalmasının qarşısını almaq üçün pul islahatı keçirdi. Çao adlı kağız pul tədavülə çıxarılsa da istənilən nəticə vermədi. Çao tədavüldən çıxarıldı. Ümumiyyətlə, Monqollar bildiyiniz kimi Çini də işğal etmişlər və Çində bir çox yeniliklərlə tanış olmuşdular və tanış olduğu yeniliklərin biri də məhz bu kağız pullar idi. İlk dəfə kağız pullar Çində istehsal olunub və maraqlı ki, Azərbaycanda bu bir nəticə vermədi. Bu çağının, yəni ki, o ilk çağı formalarından biri idi. Monqollar, yəni xüsusilə Hülaçılar Azərbaycan bir neçə şəhərlərin inkişafında mühüm rol oynayıblar və mən o şəhərlərdən Təbrizə görürsünüz, Sultaniyə, Marağa, Gəncə, Dərbənd, Naxçıvan. Ümumiyyətlə şəhərlər 60-dan çox şəhər olduğu mənbələr göstərir və onların çoxu Monqol yürüşlərindən sonra tənəzzül içərisində qalmışdır. Çünki bilirsiniz ki, Monqollar həm birinci, həm ikinci yürüşdə xüsusilə bir çox şəhərlərimizi dağıtmışlar. Şəhər əhalisinin əsasını sənətkarlar və tacirlər təşkil edirdi, əvvəllər olduğu kimi. Bəzi şəhərlərdə aqrarlaşma prosesi gedirdi, yəni kənd təsərrüfatına daha çox bağlı idi bu şəhərlər. Monqol ağalığı dövründə yeni şəhərlər salınmışdı. Mahmudabad, Sultaniyə, ən böyük şəhər isə Təbriz şəhəridir və hətta bu dövrdə 1 milyona yaxın onun əhalisi olması haqqında məlumat var. Şəhərlərdə müxtəlif sənət növləri üzrə rastalar, zərgərlər mövcud idi. Miskərlər, zərgərlər, nalsazlar və s. Sənətkarlar, tacirlər və şəhər əhalisinin aşağı təbəqələri əxi adlanan dini, ictimai, siyasi təşkilatlarda və peşə təşkilatlarında birləşmişlər. Bu bir müasir dövrə aid bir şəkildir. Yəni bu İsmailinin Lahıc kəndində, yəni bildiyiniz kimi miskərlik mərkəzidir, oradan çəkilmiş bir şəkildir. Lakin o dövr üçün, yəni orta əsrlər dövrünə aid bir sənət nümunələri olduğu üçün bu şəkli burada təqdim etmişik. Ticarətin inkişafında, təbii ki, bildiyiniz kimi ticarətin inkişafında Azərbaycan həmişə seçilib, Azərbaycandan çox mühüm ticarət yolları keçdiyini biz bilirik və baxın, ümumiyyətlə Monqol ağalığı dövründə Azərbaycanda düz yəni həm şimal, qərb, cənub, şərq ticarət yolları var və bu ticarət yolları görürüz ki, Azərbaycanda kəşf idi hamısı. Yollarda isə mühüm karvansaralar qurulurdu. Bu dövrdə karvansaralar geniş yer almışdı. Karvanların təhlükəsizliyini karvansalar dəstələrlə müdafiə edirdi. Karvansalar Hülaçilər dövründə karvanları quldur təcavüzündən qorumaq üçün yaradılmış silahlı mühafizə dəstələrinin başçılarına deyilirdi. Ticarətdə istifadə olunan əmtəə mallarına baxdıqda isə Təbriz öz xalçası ilə, Şəki dəri məhsulu ilə, Şirvan ipəyi və xalçası ilə, Şəmkiri yunu və Naxçıvan duzu, yəni ümumiyyətlə hər bir şəhər hansısa bir müəyyən bir istehsal sahəsində fərqlənirdi bu dövrdə. Bu dövrdə istifadə olunan pullara da baxdıqda, yəni burada xüsusilə də bir sizdən baxırıq ki, Monqol ağalığı dövründə tümən, balış, dinar, dan, dirhəm kimi pullardan istifadə olunurdu. Monqol ağalığı dövrü, xüsusilə onun iqtisadi vəziyyəti haqqında bunları bilmək bir çox
istər şagirdlərimizə və abituriyentlərimizə dəstək oynayacağını düşünürəm. Diqqətinizə görə çox sağ olun.